Bu dərsimizdə Azərbaycan torpaqları, landşaftı və qoruqları və milli parkları haqqında məlumat verəcəyik. İndi isə keçək dərsimizin özünə, əsas hissəsinə. Deməli, Azərbaycanda torpaq ehtiyatı Azərbaycan torpaq strukturunun demək olar ki, 55,1%-i kənd təsərrüfatı üçün təyinatlı olan torpaqlardır. Yəni becərilən torpaqlardır. O torpaqları da deməli 21,9%-i becərilən torpaqdır. 29,9%-i otlaqlardır. Bir də ki, qalan 3,3% isə belə deyək, bitki və bağların altında qalan torpaqlardır. 12%lik meşə ehtiyatımız var. Bu həm digər yaşayış məntəqələri, digər ərazilərdə olan belə deyək, meşə ehtiyatlarında 10, 11, 12% belə ehtiyatı var. Qalan digər faiz olan hissələrdə isə yararsız torpaqlar, torpaq belə deyək, sənaye müəssisəsi altında qalan, səhralıq və yaxud da yüksək dağlıq ərazilərin payına düşür. Ümumiyyətlə respublikamızda düzənliklərdə və dağlarda yəni müxtəlif torpaq tipləri yayılıb və bunlar bir-birini əvəz edir. Ümumiyyətlə Azərbaycanda torpaq tiplərini biz iki hissəyə böləcəyik. Bir düzənlik, bir də dağlıq torpaq tipləri. Bu dağlıq torpaq tipləri həm düzənliyə nisbətən miqdarı çoxdur və burada təbii əkinçilik də üstünlük təşkil edir. Düzən torpaqlarında isə humusun miqdarı azdır. Bu da təbii ki, iqlimlə əlaqəli olaraq burada da suvarma əsaslı əkinçilik var. Məhsuldarlıq göstəricisi aşağıdır. Deməli, indi burada fikir versək bu xəritələrdir, torpaq xəritələrdir. Düzən torpaqlar, düzənlik ərazilərdə yerləşən torpaqlardır. Belə deyək, dağlıq torpaqlar əsasən torpaq, belə deyək də, dağlıq ərazilərdə yayılan torpaq tipləridir. İndi burada düzən torpaqlara baxaq. İndi bu iki hissəyə ayrılır, dağlıq və düzənlik. Düzən torpaqlara məsələn Bozqonur, Bozçəmən, Şoran kətli, Bozqonur, Açıq Şabalıdı, Allüvial çəmən, çəmən meşə, yəni çəmənlikdə, yəni hamar düzənlik ərazidə yerləşən meşələr var ki, çəmənlik meşələrdir. Bataqlıq çəmən, Podzol qeyri torpaqlarda Lənkəran ovalığında var. Dağ torpaqları isə dağ çəmən torpaqları, dağ meşə torpaqları, sonra dağ qara, dağ şabalıdı və dağ sarı torpaqlarda yayılır. Dağ çəməndən də sonra ibtidai torpaqlarda bu buzlaq relyef forması üstünlük təşkil edir, yəni hündür dağlıq hissələrdədir. İndi düzən torpaqlara aid biz boz torpaqları dedik. Boz torpaqlar bunun növləri var. Adi boz, ibtidai boz və tünd boz kimi yarım tipləri var bunların. Kür Araz ovalığı və Böyük Kiçik Qafqazın dağlarla qovuşduğu sahələrdə daha doğrusu 100-200 metr yüksəkliyə qədər hissələri yayılıb. Yəni Kür Araz ovalığı, bir də Böyük Qafqazın, fikir verin, burada da Kür Araz ovalığı, Kür Araz ovalığı düzənliyi, bir də Böyük Qafqazın və Kiçik Qafqazın düzənliklə qovuşduğu 150-200 metr hündürlüklər arasında bu torpaq tipləri yayılıb. Bozqonur torpaqlar hansı ərazilərdə yayılıb? Bozqonur torpaqlar Qobustanda, Cənub Şərqi Şirvanda geniş yayılıb. Bozqonur torpaqlar həm də qış otlaqları üçün ideal ərazidir. Qış ayları qış otlaqları olur. Ümumiyyətlə qış otlaqları Ceyrançöldür, Kürdü Şirvandır, Kür Araz ovalığıdır. Bunlarda çoxdur. Ceyrançöl, Kür Araz, bir də ki, Kürdü Şirvan ərazilərində. Burada deməli qış otlaqları var. Qış ayları malların otlaq sahəsidir. Boz çəmən torpaqları Kür Araz ovalığında Muğan, Salyan, Şirvan, Milmuğan düzlərində, Naxçıvanda Şəhərli Ordubad düzündə boz çəmən torpaqları var. Və bunlar əsasən suvarma ilə əkinçilik mümkündür. Yəni suvarılaraq əkinçilik, suvarmadan əkinçilik qeyri-mümkündür. Çünki bunun iqlimi də quraqdır, torpaq tipi də məhsuldar deyil. Burada məsələn payızlıq taxıllar, tərəvəz, üzüm, şəkər çuğunduru, bostan kimi bitkilər bu ərazilərdə əkilir. Hətta meyvəçilik, zeytun, badam, püstə, əncir
Sonra Ağşan, Qaraşanı, quru subtropik meyvəçiliyi, nar, heyva kimi bitkilərdə inkişaf edir. Bir də şoran torpaqlar var. Şoranlaşmış torpaqlar da əsasən Kür-Araz düzənliyində, Qobustan, Abşeronda, Şərur, Ordubad ərazilərində bunlar tala şəklində yayılmışdır. Şorankətli boz-boz-qonur torpaqlar Abşeronun qərbində, Qobustanın cənubunda, Acı-Noxud düzündə, Samur Dəvəçi ovalığında da üstünlüyü təşkil edir. Açıq Şabalıda isə ümumiyyətlə dağlıqla düzənliyin qovuşduğu sahələri üstünlük təşkil edir. Burada məsələn Gəncə Qazax düzü, Mil Qarabağ düzü, Gəncə Qazax, Mil Qarabağ düzü bu ərazilərdə daha çox üstünlük təşkil edir bu torpaq tipi və buradan qeyd edəcəyimiz digər məsələ çəmən meşə torpaqlarıdır. Burada əsasən bəzi ərazilərdə, bəzi düzən ərazilərdə yeraltı suların yuxarıda yerləşməsi ilə və yaxud da ətrafından çay keçir, çayın təsiri ilə onun ətrafında olan yeraltı suyun səviyyəsi qalxır. Nəticədə orada meşə, müəyyən ağac növləri bitir və ora bir meşəliyə çevrilir. Bunlar belə deyək də çəmən meşə torpaqlarının üstündə yayılan ağac növləridir. Yəni ağaclar olur, meşələr yaranır. Bunlar əsasən yeraltı sular səthə yaxın olur. Şollar düzündə, Qanıq, Əyriçayda vadisində daha çoxdur. Kür və Araz Qanıq çaylarının belə deyək də Subasar ətraf ərazilərində alluvial çəmən torpaqları da yayılmışdır. Bu torpaqlar çoxlu istifadə olunarsa, burada təbii ki, bu torpaqların münbitliyi də getdikcə azalacaq. Bataqlıq torpaqlarda Qızılağac körfəzi, Xəzər sahilinə yaxın Qızılağac körfəzində, sahillərində, Salyan, Mil düzündə, Ağzıbel, Çala gölü ətrafında belə bataqlıq çəmən torpaqları yayılmışdır. Sarı dağ meşə, Pozzollu sarı və Pozzollu qileyli torpaqlar isə bunları deyəndə yadınızda saxlayın. Dağ sarı meşə torpaqları Talaş dağlarının ətəklərində, Pozzollu sarı, Pozzollu qileyli sarı isə Lənkəran ovalığında əsasən yayılmışdır. Burada tərkibində daha çox qırmızı və sarı rəngə çalar torpaqları var və burada limon, çay, feyxua, tütün kimi faraş tərəvəzçiliyi burada inkişaf etmişdir. Ümumiyyətlə sarı torpaqlar düzgün aparılmaması və yaxud da ki, həddindən artıq istifadəsi bu torpaqların üzv qatının zəifləməsinə gətirib çıxardır. Həm də dağ qara, dağ qonur və dağ qəfəyi torpaqları da bura aiddir. İndi isə dağ çəmən torpaqlarına baxaq. Dağ çəmən torpaqları yüksək dağlıq hissələrdə yerləşir. Bu yüksək dağlıq 1800-2000 metrdən yüksək olur. Bu hansı ərazilərdə olacaq? Təbii ki, Böyük Qafqaz və Kiçik Qafqazda, bir də Naxçıvanın hündür dağlıq hissələrində dağ çəmən torpaqları var. Bu dağ çəmən torpaqlarının iki hissədən ibarətdir. Bir subalt, bir də alp çəmənliyinə bölünür. Bu torpaqlarda torflu, çimli, ibtidai yarım tipləri var. Torflu və ibtidai yüksək dağlıqda yarandığı halda bitkilər burada belə deyək də tam inkişaf edə bilmir, çürüyür. Torflu dağ çəmən ibtidai tipi yaranır bunun təsiri nəticəsində. Ondan aşağıda isə çimli, dağ çəmən, yumşaq çimli torpaqlar yaranır. Əsasən iqlimi soyuq iqlimin keçməsi bu ərazidə əkinçilik üçün ümumiyyətlə maneədir və inkişafına da böyük əngəldir. Ən böyüksü də iqlim soyuq iqlimin təsiri ilə torpaq əvəzlənməsi şəraiti də burada çox demək olar ki, azdır və yaxud da demək olar ki, yoxdur. Sonra dağ meşə torpaqlar gəlir dağ çəməndən. Yuxarıda isə lap belə deyək də, yuxarıda ibtidai torpaqlardır. Yəni belə deyək də buzlaqlardan ibarətdir. Dağ meşə torpaqları da təqribən 700-2000 metr arası hündürlüklərdən başlayır. Bu aşağı hissəsi mülayim istidən başlayır, soyuq iqlimə qədər olan ərazilərdə də dağ meşə landşaftı, daha doğrusu torpağı yaranmışdır. Burada bunun dağ qonur, yəni rütubətli ərazilərdə, bir də dağ qəhvəyi torpaqlar var ki, nisbətən də quraq ərazilərdədir. Dağ qonur torpaqlarında fıstıq, vələs ağacları bitdiyi halda, dağ qəhvəyi torpaqlarında isə palıd ağacı bitir və bu nisbətən alçaq dağlıq ərazilərdə yerləşib.
dağ qəhvəyi torpaqlar və bu dağ qəhvəyi torpaqları alçaq ərazidə yerləşir və rütubət azdır, qurudur, palıd ağacı üstünlük təşkil edir. Dağ qoyun torpaqlar isə nisbətən yuxarıda yerləşir və rütubətli ərazidir. Fıstıq və ələs ağacları da burada bitir. Yəni bu ağacların altında bitir. Sonra biz burada deməli dağ torpaqlarında məhsuldar bir tipin də adını çəkəcəyik. Dağ qara torpaqları. Bu dağ qara torpaqları həddindən artıq dağ çöllərdə, dağ belə deyək də hündür ərazilərdə formalaşan dağ qara torpaqlar çox məhsuldar torpaqlar hesab olunur. Bu torpaqlarda əsasən Şamaxı rayonu ərazisində, İsmayıllı rayonu ərazisində, Xocavənd, Daşkəsən və Gədəbəy inzibati rayonu ərazisində daha çox üstünlük təşkil edir. Bu torpaqlarda meyvəçilik, tərəvətçilik, kartofçuluq kimi sahələr, taxılçılıq kimi sahələr inkişaf edib. Hansı rayonlarda? Şamaxı, İsmayıllı, Xocavənd, Daşkəsən və Gədəbəy rayonları ərazisində bunlar üstünlük təşkil edir. Sonra dağ şabaldı torpaqlar var. Dağ şabaldı torpaqlar Böyük və Kiçik Qafqazın dağ ətəyi hissələrindədir. 400-800 metr hündürlükləri əhatə edir. Burada məsələn Naxçıvanın orta dağlıq hissəsi, Ceyrançöl, Acınoxorun yüksək dağlıq, yüksək hissələri, Talış dağlarında, Buravar silsiləsində dağ şabaldı torpaqlar var. Əsasən əksər ərazilərdə burada meyillilik 2 dərəcədən yüksək olur. Burada deməli meyillilik çox olduğundan münbit qatı burada demək olar ki, azalır və dəmiyə və qismən də suvarma əkinçiliyi üstünlük təşkil edir. Burada da dağlar üzrə məsələn yarım səhra, dağ çöl, dağ meşə, dağ çəmən, qayalı zirvələr kimi də dəyişdiyini biz görürük. Bu belə. Gəldik indi burada landşafta. Landşaft nədir? Landşaft, land torpaq şaf əlaqə deməkdir almanca. Landşaft ümumiyyətlə bir neçə komponentin qarşılıqlı əlaqəsi nəticəsində yaranan bir kompleks ərazidir. Yəni necə? Belə sadə dildə izah edeyim. Tutaq ki, bir ərazi fikirləş ki, məsələn meşə. Meşədə nə var? Meşədə məsələn bitki var, ağac var, heyvan var, iqlimi var. Yəni bax bunlar birlikdə özü təbii kompleks yaradır və təbii komplekslərdən də biri də elə komponentlər birləşir, elə landşaftı yaradır. Landşaftın bir xüsusiyyəti var ki, yəni bu qeyd olunan landşaft hər ərazidə eyni formadadır. Yəni eyni belə deyək bitki örtüyünə, eyni iqlimə, eyni heyvanat aləminə, eyni relyefə, eyni bünövrəyə, bax bunların hamısı aiddir. Ona görə bunlara biz landşaft deyirik. Landşaftın iki növü var. Təbii bir də antropogen landşaft. Təbii landşaft insan əli dəymədən yaranan kompleksdir, təbii kompleksdir. Antropogen landşaft isə insanların tərəfindən yaradılan landşaftdır. Bu insan tərəfindən mədəni landşaft da adlandırılır. Nə bilim parkların salınması və yaxud da ki, digər tədbirlərin görülməsi bunlar əsasən antropogenə aiddir. Landşaft özü ümumiyyətlə təsnifata bölsək sinif, yarım sinif, tip, yarım tip, növ ardıcıllığı ilə bölünür. Sinif məsələn Azərbaycanda 2 sinif var. Dağ və düzən landşaft sinifi. Dağlıq və düzənlik landşaft sinifinə bölünür. Dağlıq ərazilərdə də alçaq, orta, yüksək dağlıq yarım siniflərinə bölünür. Burada da məsələn müxtəlifliyinə görə də bu bitki və örtüyünün, torpaq örtüyünün, iqlimi müxtəlifliyinə görə də landşaftlar tip və yarım tiplərə bölünür. Ən kiçik vahidi isə növdür, yadınızda saxlayın. Sonra relyef formasına, müxtəlifliyinə, iqlim müxtəlifliyinə görə landşaftlar zonal ola bilir, azonal və intrazonal ola bilər. Zonal nədir? Düzənlikdir. Yəni düzənlikdə yaranan bütün landşaftlar zonal landşaftdır. Məsələn, Kür Arazda, Samur Dəvəçidə, məsələn, yarımçəri Qulçöl landşaftı yayılıb. Bax bu bunun üçün zonal landşaftdır. Bəs intrazonal nədir? Intrazonal isə həmin əraziyə landşafta aid olmayan, o əraziyə xas olmayan başqa bir komponentin orada yaranmasıdır. Məsələn, Kürdə, Samur Dəvəçi ovalığında, Kollar düzündə, Kür çayı boyu Tuğay meşələrinin yaranması. Yəni meşə bura
Kür yarımsəhra quru çöl iqliminə xas deyil landşaftda. Ona görə bu yeraltı suların belə deyək də səthə yaxın yerləşməsi nəticəsində burada artıq bu landşaft intrazonal landşaft formalaşır. Yəni bunun daxilində olan landşaft intrazonal landşaftdır. Yəni buna xas olmayan landşaftda belə desək. Ona görə də bunu əsasən intrazonal landşaft götürəcəyik. Şollar düzü, Qanıxəyri çay, Kür Araz Kür çayı ətrafı, meşəlik və s. Bir də azonal landşaft var. Azonal landşaft isə bu zonalın tərkibində azonal da var. Azonal əsasən dağlıq relyefi landşaftıdır və yəni dağlıq ərazidən ümumiyyətlə normalda zonal düz istiqamətdə, yəni hamar düzənlikləri ifadə etdiyi halda, azonalda isə dağlıq istiqaməti gedir. Yəni bu düzənlik pozduğundan yüksək doğru getdiyindən bu azonal landşaft kimi adlanır. Böyük, Kiçik Qafqaz və Naxçıvan dağlıq ərazilər, Talış dağları azonal landşafta aiddirlər. Ümumiyyətlə landşaftın inversiyası da var. Landşaft inversiyası nədir? Normalda yuxarı qalxdıqca ardıcıl olaraq landşaftlar bir-birini əvəz eləməlidir. Bəzi ərazilərdə bu pozulur. Yəni bura əslində məsələn dağ çəmən landşaftından sonra subalp gəlməlidir və yaxud da ki, dağ meşə landşaftından sonra dağ çəmən gəlməlidir. Burada gəlir tutaq ki, digər landşaft növü, məsələn dağ kesorfit landşaftı. Yəni buna gəlməməlidir. Əslində gəlir. Yəni inversiya baş verir. Bu da landşaft inversiyası. Yəni aşağıda olan gəlib yuxarıdan formalaşa bilir. Bu inversiyadır. Necə temperaturda inversiya baş verir də, yuxarı doğru getdikcə azalmalıdır, artırdı. Burada da yuxarı doğru getdikcə digər tiplər gəlməlidir. Ancaq burada o pozulurdu. Başqa aşağıda olan tip gəlirdi yuxarıya. Sonra indi bax dağ landşaftına aid olan tiplər var. Məsələn, qayalı, daşlı, nival landşaftı var, buzlaq landşaftı. Bu Böyük Qafqaz, Kiçik Qafqaz və Naxçıvanın yüksək dağlığı, 3000 metrdən yüksəklikdə olan ərazilərində yerləşir. Böyük Qafqazda da geniş yayılıb bu. Əsasən dikdir, sıldırımlıdır. Torpağı ibtidai torpaqlardır, 3000-3800 metrdən yuxarıda olur. Sonra dağ çəmən landşaftı var. Böyük Qafqazda yenə Kiçik Qafqazda Naxçıvan dağlıq hissəsində 1800-3000 metr mütləq hündürlüklərdə soyuq iqlim şəraitində formalaşır. Bunda subalp alt çəmənlik növü var, yadınızda saxlayın. Alt çəmənlik 2600-3000 metr, subalp isə 1600-2600 metr yüksəklik arasında dəyişir. Əsasən də Azərbaycanda yay otlaqları bura sayılır. Çünki hündür otlar var. Biçənəklər, qoyunçuluq, arıçılıq, qoyunçuluq kimi, maldarlıq kimi sahələrdə bunları dağ çəməndə inkişaf edir. Sonra dağ meşə var. Bu da Böyük Qafqaz, Kiçik Qafqaz Talış dağlarında var. Naxçıvanda dağ meşə landşaftı, yadınızda saxlayın, yoxdur. Dağ meşə torpağı ola bilər tala şəklində. Ancaq dağ meşə landşaftı yoxdur ümumiyyətlə. 700-2000 metr hündürlüyü arasında dəyişir. 600-1600 metr dağ meşələrində əsasən zolaq əmələ gətirir. Talış dağlarında, Böyük Qafqaz şimal şərqində dağ meşələri, dağ ətəklərindən başlayır. Sonra dağ çöl landşaftı. Bu da böyük, görürsünüz, dağ çəmən, dağ meşə, dağ çöl yavaş-yavaş aşağı doğru düşürük. Kiçik Qafqaz ətəklərində, Talış dağlarının yüksək dağlıq hissələrində, Naxçıvanın orta dağlıq hissələrində yayılmışdır. Dağ yarımsəhra Qobustanda, Naxçıvanda, Acınoxur ətrafında yayılmışdır. Deməli, düzən landşaftı aşağıdakı tiplərə bölünür. Bayaq dedik, düzən yarımsəhra landşaftı, Kür Araz, Şərordubat, Abşeron, Samurdəvətçi, Ceyrançöl belə deyək, yayılıb. Düzən çöl landşaftı var. Ceyrançöldə, Gəncə, Qazaxda, Qarabağ düzənliyində. Bir də intrazonal landşaft bayaqlarda qeyd elədik. Ora xas olmayan belə deyək də meşə ehtiyatlarının bitməsi, Lənkəran ovalığı, Şollar düzü, Qanıxəyri çay, Kür Araz ovalığı, düzən meşə, düzən çəmən, çəmən bataqlıq landşaftı aiddir. Azərbaycanda antropogen landşaftı geniş yayılıb. Abşeronda, Lənkəran ovalığında, Qanıxəyri çayda, Samurdəvətçi ovalığında, ən az Qobustan və orta yüksək dağlıq hissələrində və Kürün bataqlıqlaşmış sahəsində bu landşafta təsir edir. İndi dağ landşaftını biz burada yuxarıdan aşağı doğru bir-bir sadalayacağıq. Məsələn, Böyük Qafqaz dağlarında ən aşağıda yarımsəhra landşaftı var, yadınızda saxlayın. Yarımsəhra landşaftı, dağ yarımsəhra landşaftı Böyük Qafqazdan Naxçıvanda var.
yarım səhra, quru çöl, dağ meşə, subalp çəmənlik, alp çəmənlik, subnival, nival landşaftı. Bu Böyük Qafqaza aid olan landşaft tipləridir. Kiçik Qafqaza yarım səhra yoxdur, quru çöl var, dağ meşə var, subalp çəmənlik var, alp çəmənlik var, subnival var, nival yoxdur. Yadınızda saxlayın. Naxçıvanda yarım səhradan başlayır, quru çöl, dağ çöl. Fikir verin, bax burada da versiya baxın. Dağ çöldən sonra dağ meşə gəlməlidir. Gəlir, dağ meşə landşaftı olmadığından dağ kiserofit, subalp çəmənlik, alp çəmənlik, subnival, nival gəlir. Bax burada da bir inversiya belə deyək yaşanır. Talış dağlarında yarım səhra yoxdur, düzən meşə landşaftı, dağ yarım səhra landşaftı yoxdur. Düzən meşə landşaftı, dağ meşə landşaftı, quru dağ çöl, dağ kiserofit. Yuxarı doğru əslində artmaq əvəzinə gəlir dağ kiserofitə, quraq iqlimə formalaşdırır. Bax bu Naxçıvanla belə deyək Talış dağlarının ortaq landşaft tipi dağ kiserofit, ikisində də bu landşaft tipi var. Burada da qeyd olunub bunlar nələri bildirir. Sonra bəzi landşaft tiplərinin belə deyək yayıldığı əraziləri qeyd eləmişik. Bura baxaq. Bunları da bilək. Məsələn, A-dan B-yə, yəni Şirvan düzündən Bazar düzünə qalxan zaman biz yarım səhra landşaftından, boz çəmən torpaqdan, sonra dağ çöldən, açıq şabaldı torpaqdan, sonra dağ meşədən və tünd şabaldı, sonra qəhvəyi qonur meşədən, sonra subalp çəmənliyinə, torflu çimli və alp çəmənliyindən, sonra da ki nivaldan keçirik. Bax, landşaft tipində bax, yarım səhra, torpağı boz çəmən, açıq şabaldı. Sonra gəldik dağ çöl, tünd şabaldı. Sonra dağ meşə, qəhvəyi dağ meşə, qonur dağ meşə, subalp çəmənliyi, sonra gəlir çimli, torflu, bir də alp çəmənliyi, subnival, nivalda qayalıq buzlaqlar əhatə edir. Sonra Tərtər çaydan belə deyək, Kiçik Qafqaza Tərtərin mənsəbindən mənbəyinə doğru gedək. Burada da yarım səhra quru çöldən başlayır. Sonra dağ çöl gəlir, dağ meşə, dağ çəmən, subnival. Torpağı olaraq da yarım səhra, boz çəmən torpağı, dağ çöl, açıq tünd şabaldı torpaqlar, dağ meşə, qəhvəyi qonur meşələr yerləşir. Subnivalda da çimli, torflu, ibtidai torpaqlar yerləşir. Bunları əzbər şəkildə bilmək vacibdir. Culfadan Qapıcığa Naxçıvana gedirik. Naxçıvanda yarım səhra var aşağıda. Sonra dağ kiserofit, dağ çəmən, qayalıq buzlar. Yarım səhrada boz çəmən, şabalıdır. Sonra dağ çəmən torpaqları gəlir. Daha sonra dağ kiserofit, kolluq çöllər gəlir. Şabalıdır. Meşə altında qalmış qəhvəyi torpaqlar, meşə altında qalmış. Landşaft yoxdur, torpaq tipi var. Dağ kiserofit, kolluqlar, boz dağ çəmən bozqırları da deyirlər. Bir də qayalıq buzlaqlar, qayalıq nival torpağı yerləşir. Sonra fikir verin, burada Böyük Qafqazın şimal-şərqindən torpaq və landşaft tipinə baxaq. Böyük Qafqazın şimal-şərqi, yəni A-dan B-yə gələcəyik. Burada landşaft tipindən düzən meşə, dağ meşə, dağ çəmən, subnival, nival. İndi düzən meşədə çəmən meşə torpaqları, sonra şabaldı torpaqlar, dağ meşədə qəhvəyi qonur meşə torpaqları, dağ çəməndə çimli, torflu, ibtidai torpaqlar, subnivalda isə qayalıq buzlaqlar aiddir. Qanı-Xəri çaydan Baş Qafqaza doğru torpaq tiplərinə baxaq. Burada yenə də A-dan düzən meşə, dağ meşə, dağ çəmən, subnival, nival. Burada da alüvyal meşə torpaqlar, qəhvəyi dağ meşə, qonur dağ meşə torpaqları, dağ meşə aid olan landşafta. Dağ çəmənə çimli, torflu, ibtidai, subnival, nivala isə qayalıq buzlaq aiddir. Sonra Lənkəran ovalığından Gömrükgöyə qədər gedək. Burada baxaq, məsələn A-da düzən meşə gəlir, dağ meşə, sonra dağ çöl gəlir. Yəni burada inversiya baş verdiğini aydın şəkildə görürük. Düzən meşədə alüvyal meşə çəmənliyi, dağ meşədə sarı dağ meşə, qonur dağ meşə və qəhvəyi dağ meşə torpaqları da var. Dağ çöldə də bunlar qeyd etmək olar. Sonra Azərbaycanda təbii komponentlərin bölünməsində qoruqlar, milli parklar və yasaqlıqlar var. Qoruq nədir? Qoruq bütün komponentlər bu təbii obyektdə qorunur.
Hə, onu da yalnız ərazisində elmi tədqiqat məqsədi ilə girişə icazə verilir. Yəni ölkəmizdə belə deyək də, Bəsitçay və Qaragöl Ermənistandan əvvəl işğalda idi, işğaldan azad edilmişdi indi. Yəni o da belə deyək misaldır. Yəni burada qoruqlarda bütün komponentlər qorunur və əsasən elmi tədqiqatlar məqsədi üçün alimlərə icazə verilir. Milli parklarda isə burada da təbii landşaftlar qorunur. Ancaq bu qoruqlardan fərqli olaraq insanların istirahəti üçün, gəzintisi üçün icazə verilir. Məsələn, bunlara Naxçıvanda Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı Cənub-Şərqi Şirvan düzündə, Hirçan Milli Parkı Talış dağlarının ətəklərində, Abşeron Milli Parkı Xəzər su itisi burada qorunur. Şahdağ Milli Parkı turizm baxımından xizəkçilik üçün əhəmiyyətlidir. Yasaqlıqlar nədir? Bu qoruqlar da və milli parkdan fərqli olaraq burada bütün komponent qorunmur. Yalnız və yalnız bir komponent qorunur. Məsələn, hər hansı bir nəsli kəsilməkdə olan bir heyvan növü. Məsələn, canavar tutaq ki də. Canavar qorunur. Burada canavara dəyə bilməzsən və yaxud da ki, hər hansı bir ağac növü qorunur. Dəmir ağacına dəyə bilməzsən, icazə verilmir. Yəni bax budur. Burada hətta təsərrüfat işinə də icazə verilir, müəyyən, yəni qaydalar çərçivəsində. Ümumiyyətlə respublikamızda məsələn Qubadlı, Laçın, Daşaltı, Arazboyu yasaqlıqları Ermənistan tərəfindən işğal edilmişdi. Biz onu azad etdik. Şəki Qusar yasaqlığında məsələn meşə landşaftı var, o əhəmiyyətli heyvan növləri var. Burada fikir versək, məsələn, bu yasaqlıqların yerlərinə baxsaq, görək hardadır, bunları məsələn göstərək. Məsələn, birə baxın, bir Zaqatala yasaqlığıdır. Bax, burada bir Zaqatala yasaqlığıdır bu hissədə. Sonra 2 Qusar yasaqlığıdır. 2 Qusar. Sonra buradadır daha doğrusu, bax burada. Burada 2. Qarayaz Ağstafa. Sonra Şəki. Sonra Qəbələ yasaqlığı, Şəmkir, Körçay, Qax, Acınoxor, İsmayıllı, Qızılca, Bərdə, Giladası, Bəndovan, Arpaçay, Laçın, Daşaltı, Qubadlı, Kiçik Qızılağac yasaqlığı, Arazboyu, Ordubad, Ruvan, Zuvand, Hirkan yasaqlıqları vardır. Qoruqlara baxaq. Birinci qoruq Zaqatala qoruğudur. İkinci qoruq İlisu qoruğudur Qaxda. Üçüncü qoruq Qarayazı qoruğudur. Dördüncü qoruq Eldar qoruğudur, Eldar qoruğu. Beşinci qoruq Korçay, Bozdağ ətəyində yerləşən. Altıncı Türyançay qoruğudur. Yeddinci Qaragöl qoruğudur. Yeddinci belə deyək də qoruğumuz. Sonra 8-ci qoruq olacaq, burada da Qaragöl. 8-ci qoruq olacaq Şirvan qoruğu, 8-ci Şirvan qoruğu. 9-cu qoruq olacaq Qızıl Ağac, 10-cu qoruq olacaq Bəsitçay qoruğu. Sonra milli parklarımıza baxaq. 1. Samur Yalama Milli Parkı. 2. Şahdağ Milli Parkı. 3. Olacaq Altağac Milli Parkı. 4. Abşeron Milli Parkı. 5. Göygöl Milli Parkı. 6. Deməli Ağgöl Milli Parkı. Sonra 7. Şirvan Milli Parkı. 8. Zəngəzur Milli Parkı. 9. Hirkan Milli Parkı yerləşir. Burada da bəzi məsələn qorunan Qarayazda Turqay meşələri, Eldar Şamlı, Eldar oyuğunda, Zaqatalada dağ landşaftı, İlisuda dağ landşaftı, Türyançayda Saqqız ardıc ağacları, Pirquluda Qaraçöhrə, Ağgöldə su quşu, Göygöldə Qarmaqvari, Şam, dağ çəmən landşaftı, Qaragöldə, Zəngəzurda yenə landşaft qorunur, Bəsitçayda Şərq çinarı, Qobustanda Qayüstü, Şirvanda Ceyran, Qızılağacda su quşu, Hirkanda isə dəmir ağacı qorunur. Sonra burada məsələn bunların hansı ərazilərdə yerləşdiyini qeyd edirəm. Məsələn Zaqatala Balakən rayonu ərazisində meşə landşaftı və çəmən landşaftı qorunur. İlisu Qaxda yerləşir. Əsasən burada da təbii kompleks qorunur. Qarayazı Ağstafa rayonunda yerləşir. Kürboy Turqay meşələri qorunur. Eldar Şamı Ceyrançöldə yerləşir. Samux rayonu ərazisində endemik Eldar Şamı və nadir ağac növü burada belə qorunur.
Körçay Bozdağın yamacında, Goranboy rayonunda Bozdağ təbii landşaftı qorunur. Türyançay Acınohor alçaq dağlığında Ağdaş, Yevlax rayonu ərazisində arid meşə, saqqız, ardız ağacları, Ağgöl Milli Parkında, Mil düzündə, Ağcabədi, Beyləqanda su quşları, Şirvanda ceyranlar, Salyan, Neftçala, Qaradağ, Bakı sərhədində yerləşir. Kür ovalığında yarım səhrada yerləşir. Sonra Qızılağac Xəzər sahilində, Lənkəranda köçəri quşlar qorunur. Bəsitçay Zəngilanda, Şərq Çinarı, bir də Gürcü palıdı burada qorunur. Qaragöl Laçında göllər ətrafı kompleksi qorunur. Sonra Bakı Abşeron Qobustanda Bakı Abşeronda Palça vulkanları qorunur. 52-dən Palça vulkanı qorunur burada. Göygöl Milli Parkı, Göygöl ətrafı və Maral Göl, Zəli Göl və digər Göygöl ətrafı meşə, Qarmaqvari, Şam meşə landşaftı və Xallı Maral qorunur. Şahbuz Zəngəzur dağlarının yamacında Şahbuz rayonunda dərman bitkiləri, nadir fauna, Asiya bəbiri kimi heyvanlar qorunur, bitkilər. Hirkan Lənkəran Astara parkında, Hirkan Milli Parkında relik endemik bitkilər, dəmir ağacı, azad, Hirkan şum şadısı, güləbirişin ağacları qorunur. Altağac Xızı Siyəzən rayonu arasında meşə landşaftı qorunur. Qobustan Xəzər sahilində, Qaradağ, Abşeron sahilləri, qədim qayaüstü rəsmlər qorunur. Şahdağ ən böyük də parkımızdır, Şahdağ Milli Parkı. Özü də 3 yasaqlıqdan, Pirqulu, İsmayıllı və Qəbələ yasaqlığından qorunur. Pirqulu Şamaxıda, deməli, Pirqulu, İsmayıllı və Qəbələ yasaqlar, meşə, çöl, nadir bitkiləri, qara çöhrə qorunur. İsmayıllıda da Böyük Qafqaz Cənub faunası, nadir florası qorunur. Qəbələdə həmçinin Qəbələ rayonu ərazisində bu yerləşir. Zəngəzur Naxçıvan rayonu, Naxçıvan Respublikasında Ordubad şəhərində dağ, çəmən, nadir fauna florası, Araz, Palıdı, Bəbir, Bezora keçiləri qorunur. Abşeronda, Abşeron yarımadasında Bakı şəhəri və Xəzər rayonunda Xəzər su itisi, Şahdağ Milli Parkında isə İsmayıllı, Qəbələ, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonları, Şamaxı ərazisində dağ, meşə, çəmən turizm kompleksi, Qəbələ, İsmayıllı, Pirqulu qoruqları da burada yerləşir. Qəbələ, İsmayıllı, Pirqulu qoruq və yasaqlıqları bunun ərazisində yerləşir.